Günlerde özledim seni, yine dünyamda da değişsem Bir iki. bil ki her gün, her zaman seni, her bir öten seherde gözlerim seni. Salam Bildiyiniz kimi bugün Respublikamızın bütün ümumi təhsil məktəblərində dərs ilinin yekunları müzakirə olunur. Son zəng bayramı keçirilir, məzun günü keçirilir. Biz də Elşən Səfərovlarına çağırırkən orta məktəbi olaraq bugün məzun gününə toplaşmışıq. Sizin bayramınızdır. Öz adımdan, məktəb kollektivi adından hər birinizi səmimi qəlbdən təbrik edirəm. Sizə gələcək həyatda can sağlığı, xoşbəxtlik, saadət, həyat yollarında uğurlar, müvəffəqiyyətlər arzulayıram. Arzu edirəm ki, hər biriniz öz istəklərinizə çatasınız. Harada olmağınızdan asılı olmayaraq, doğma kəndimizin, doğma məktəbimizin, ümumilikdə Respublikamızın adını daim uca tutasınız. Bu yolda sizin hər birinizə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Bir daha təbrik edirəm.
Salam uşaqlar. Sevgili birincilər, bugün Respublikamızın bütün ümumi təhsil məktəblərində dərs ilinin yekunları müzakirə olunur. Yəni 2012-2013-cü dərs ilinin son günüdür bugün. Bugün həm də məzun bayramıdır. 11-ci sinif şagirdləri məktəbi bitirirlər. Sizsə 1-ci sinifi müvəffəqiyyətlə bitirib 2-ci sinifə keçirsiniz. Bu münasibətlə sizin hər birinizi ürəkdən təbrik edirəm. Sizi bağrıma basıram, sizi öpürəm. Gələcək dərslərinizdə sizə hər birinizə müvəffəqiyyətlər arzulayıram. Arzu edirəm ki, gələcək illərdə, yəni 2-ci, 3-cü, 5-ci, 11-ci sinifə qədər yaxşı dərs oxuyasınız. Xalqımıza, dövlətimizə layiqli övladlar kimi yetişəsiniz. Bir daha sizi və sizin valideynlərinizi, sizə dərs deyən müəllimləri təbrik edirəm. Sizə uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Bir daha təbrik edirəm. Herhalde budur yanlışlarım ben. Yalanın kaderimiz yok idi. Dem düşseniz kederimiz bir dalcı. Kalemde sevincimiz çok iyiydi. Yazılan bir sevgiyle bozmakta bizim için yaslandırmasın. Kadersizlik günümüze biz helal. Talih yazan bozulmayan yazıdan. Biliyorum hele bizim için ağırdır. Bir arzulan alışır yanırdır. Özümüzü biz hamdan ağır. Özümüzü ne bəxtəvər sanırdı. Məktəbillərin ömrünə şirin duyğu qaygısız günlərin. Hər anın bir ömrə bərabər seyirli günlərin. Ən təmiz arzulu günlərin. Salam, hər vaxtınız xeyir, hörmətli şagirdlər, dəyərli qonaqlarımız. Bildiyiniz kimi bugün Respublikamızın bütün ümumi təhsil məktəblərində dərs ilinin yekunları müzakirə olunur, son zəng bayramı məzun günü keçirilir. Bizdə də bugün Elşən Səfərov adına Çayırı Kənd Məktəbi olaraq məzun günü qeyd olunur. İcazənizlə tədbirimizi açıq elan edirik.
yoldaşları, bugünkü tədbirimizdə Cayrudlar, məktəb kollektivi ilə yanaşı rayon icra hakimiyyətinin nümayəndəsi Rafiq müəllim Əzizov iştirak edir. Cayrud kənd icra nümayəndəsi Xanlar müəllim Həmidov iştirak edir. Gözəl şairimiz, həmyerlimiz, hamımızın sevimlisi Ağacapar müəllim Həsənli iştirak edir. Gözəl iş adamı, xeyriyyəçi Elçin müəllim İskəndərov buradadır. Sizin adınızdan, bütün Cayrudlar adından onların hər birini bir daha salamlayıram. Dəyərli qonaqlarımıza xoş gəlmişsiniz deyirəm. Sözü Cayrud İcra Hakimiyyətinin nümayəndəsi Xanlar müəllim Həmidova verirəm. Əziz Cayrudlar, hörmətli qonaqlar, bu gözəl tədbir münasibəti ilə hamımızı təbrik edirəm. Belə gözəl tədbirlər bizim kəndimizdə tez-tez keçirilir. Hər bir tədbir keçiriləndə inanırız ki, adam 10 il, 5 il cavanlaşır. İnsan bundan zövq alır. Tədbir keçirməkdə ümumiyyətlə bizim ərazi Cayrud və Varid kəndləri nümunədir. Lerikdə inanırız ki, nümunədir. Tədbirimizi davam etdirmək üçün məktəbimizin gözəl müəllimlərindən biri, riyaziyyat müəllimi Eltay müəllimi dəvət ediyorum. Çox sağ olun. Salam hörmətli qonaqlar, əziz müəllimlər, əziz 11-cilər və sevimli birincilər. Bugün Respublikamızın hər yerində olduğu kimi məktəbimizdə də son zəng bayramı keçirilir. Hamınızı bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Son zəng həyatda bir dəfə olan və bütün ömrü boyu xoş duyğularla xatırlanan hadisələrdəndir. Bugün birincilərin yeni həyata, 11-cilərin isə müstəqil həyata addımladığı gündür. Birincilərə arzum budur ki, dərslərini yaxşı oxusunlar, müəllimlərin verdiyi tapşırıqları canla başla yerinə yetirib məktəbimizin nümunəvi şagirdlərindən olsunlar. Onlara gələcək dərslərində müvəffəqiyyətlər arzulayıram. Əziz 11-cilər, son zəngin cingiltili sədaları hər birimizin qəlbində məktəb xatirələrini oyadır. Yoldaşlarımızın gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdiyiniz dərslər, tez başa çatan tənəffüslər, bəziləri ciddi, bəziləri mehriban müəllimlər son zəngdən sonra bunların xatırlanması başqa xarakter daşıyır. Son zəng uşaqlığınıza son vidadır. Bu həyatınızın uşaqlıq dövrünə son, gələcəyin dumanlı və cazibədar bir o qədər məsuliyyətli etapına girişdir. Ona görə də biraz kədərlə, biraz gözyaşı ilə qarışaraq bugünümüzdən sabahımıza doğru səbirsizlikdir son zəng. Sizə gələcək həyatınızda uğurlar arzulayıram. Arzu edirəm ki, hər biriniz harda olmağından asılı olmayaraq vətənimizə layiqli vətəndaş, valideynlərinizə layiqli övlad olasınız. Sizin uğurlarınız bizim uğurumuzdur. Səsiniz daima işləyirlər. Yəni, bu bayram tədbirlərinin yüksək səviyyədə xidmətində daim işlək edən zirvə ansamblı bizimlə birgədir. Ansamblının dəmir rəhbəri Sözlük müəllimə təşəkkürünüzü bildirir və sözü ona verirəm və bir gözəl musiqi nəmləsi ilə məclisini davam edir. Ömrümüzün sevincinə bircə damla qəm qarışıb, boynundayıq ayrılığın, gözümüzdə nəm qarışıb. Ayrılığın kədərini sevinc ilə daşıyırıq, doğma məktəb, qoynunda biz son günləri yaşayırıq. Sənin isti qucağında ucalmışıq, boy atmışıq, kövrək-kövrək arzuları könlümüzdə oyatmışıq. Ey sevimli müəllimlər, qayğınızı unutmarıq, bizə qarşı o səmimi duyğunuzu unutmarıq. Doğma məktəb, qəlbimizdə eşqi yaşar səadətin, çətin həyat yollarında addımlarıq, mətin-mətin. Deməyin ki, günlər keçər, bir də geri qayıtmarıq. Sizi, əziz müəllimlər, biz heç zaman unutmarıq. Unutmarıq könlümüzə yaxın olan kəsləri biz. Xəyal olacaq. Bir vaxt məktəb xatirəmiz,
son zəngindi çalınacaq. Qəlbimizin bu sağdanı xatırlarım, ömrün şirin payı kimi. Məktəb, çıxış edir 11-ci sinif şagirdi Əminli Nərmin. Salam, hörmətli müəllimlər, əziz 11-cilər və məktəb həyatında eğitimlərdən qoyan sevimli birincilər. Hamınızı bu gözəl gün münasibətilə ürəkdən təbrik edirəm. 11-cilərə arzumudur ki, tələbə olub müstəqil həyata qədəm qoysunlar. Sevimli birincilər, arzu edirəm ki, məktəbi əla qiymətlərlə bitirib məktəbimizin adına ən çox ucaq qılacaqdır. Əziz müəllimlər, bizə qələm tutmağı öyrədən İmran müəllimə, 5-ci sinifdən rəhbərimiz olan Qədir müəllimə, direktorumuz olan Elçi müəllimə və o cümlədən 11 il bizlə əziyyət çəkən bütün müəllimlərə çox sağ olun deyirəm. Əziz müəllimlər, biz bu 11 il ərzində sizlərdən çox şey öyrəndik. Böyüklərə sevgimizi, qayğımızı, uşaqlara dostluğu, sadiqliyi, bunların hamısını sizlər bizə öyrətdiniz. Hər şeyə görə çox sağ olun. Sizə gələcək işlərinizdə uğurlar. Uzun ömür, can sağlığı arzulayıram. Ben uzun məzunlara çıxıb demək istərdim ki, biz harada olursak olaq, birbirimizi hesab unutmayaq. Ben çıxışımı ana məktəb şeiriyle bitirmək istərdim. İlk addıma dayak oldum, arzulara mayak oldum, yollarıma çıraq oldum. Ana məktəb, mən qurbanam sana məktəb. Beğenir tutub əlimizdən, keçirdi çaydan, dənizdən, dedi öyrən elimizdən. Ana məktəb, mən qurbanam sana məktəb. Son zəng aldı səni məndən, insafdırmı baxıb gedən, deməyəcə ayrılım səndən. Ana məktəb, mən qurbanam sana məktəb. Bizə söz birincilərindir. Mənim doğma məktəbim, çıxış edir 1-ci sinif şagirdlərim. Özümüzü biz Çetin yollardan geçip, birliklerden don biçip, elma doğru yol seçip, memnun doğma mektebim, memnun doğma mektebim.
üçün sözü həm yerlimiz, gözəl şairimiz Ağacəfər Həsənliyə verilir. Mən də seyilən çıxışların hamısına qoşuluram və həm birinciləri, həm 10-cuları, çünki əsas bayram onların bayramıdır və ümumən də bütün kəndin bayramıdır. Mən hamınızı təbrik edirəm bu gözəl mərasim münasibəti ilə.